Əvvəlfəz, icazə verirsən gedeyim. Bunu deyən kimdir? Fəbəkal Hüseyn bukaən şədida. Əvvəlfəz ki dedi getməyə icazə verirsən, İmam Hüseyn ağladı özü də bukaən şədida. Möhkəm ağladı. Kaş olaydın. Kaş olaydıq deyir orada. Nə səhnədir bu səhnə? Elə ağladı İmam Hüseyn. Ondan sonra dedi, Əvvəlfəz dedi, bəli, Əvvəlfəz sən mənim ələmdarım sana, hara gedirsən? Əvvəlfəz qayıtdı, qəd zaqə sədri, ürəyim partlayır, İmam Hüseyn, səni bu vəziyyətdə görə də bilmirəm. Çox çətin vəziyyətdədir İmam Hüseyn. Zeynəbə baxıram, Rüqəyyaya baxıram, Əli Əsqərə baxıram, Hüseyn, mən dözə bilmirəm da, Səkinəni o vəziyyətdə görürəm. Mən, nə olar, icazə verəsən məşə qardaş. Vəqət səimtu minəl həyat. Yoruldum bu həyatdan əvvəl İmam Hüseyn. Qardaşımı meydanda utandırma Əvvəlfəz. Qeyrətli, şərəfli Əli Əkbər sənə qurban.